Təbiət mifoloji düşüncənin qaynağı kimi. Türk düşüncəsində insana münasibət ucadır. Bu özünü həyatın bütün məqamlarında aydınca göstərir. Türk düşüncəsində insan təbiətlə birdir. İnsan elə təbiət deməkdir, təbiət elə insan deməkdir. Türk düşüncəsində mifoloji düşüncənin yaranması əcdadın özünü anlaması ilə təndir. Əcdadın həyata münasibəti şübhəsiz ki, ilkin çağda indiki kimi deyildi. Yer-göy arası fərq var idi. Təbiətin ayrı-ayrı məqamlarının anlaşılması, gecənin sükutu, günəşin doğması, günəşin batması, eşitdiyi qəribə səslərin yavaş-yavaş ağlında anlaşılması, yaxud da anlaşılmazlığı, habelə çayın axması, qəribə səslərin uğultusu əcdadı düşündürürdü. Bütün bunlarsa onun mifoloji duyumunun yaranmasını şərtləndirirdi. Əcdad anlayırdı ki, dünya ilə onun arasında əslində heç bir yadlıq yoxdur. Çünki onun fitrəti aşkarlanırdı. Dünyaya, həyata münasibəti yavaş-yavaş formalaşırdı. O bunu bir düşüncə yönünə gətirməyə çalışırdı. Məncə mifik düşüncənin yaranmasında əsas bu şərt var ki, əcdad onu xüsusi şəkildə mənalandıra bilmirdi, amma fitri duyum var idi. Türk əcdad düşüncəsində, Azərbaycan folklorunda konkret olaraq rast gəldiyimiz bu düşüncə bizim dünyaya yaradıcı münasibətimizin özlüyündə dayanır. Həyatdakı nə görübsə, əcdad onu mənalandırmağı bacarıb. Mən düşünürəm ki, burada qorxudan artıq olan fitri duyum hədsiz güclü olub. Sonradan bu musiqiyə çevrilir, ədəbiyyata çevrilir. Yəni folklor düşüncəsindən zaman-zaman xalqın ömrünə, onun ayrı-ayrı mərhələlərdə, sivilizasiyalarda özünü təsdiqinə gətirib çıxardır. Bu mərhələlər birdən-birə yaranmadı və folklor düşüncəsi həmin bu mərhələnin başlanğıcı, həm də ardıcıl yaşatıcısı oldu. Azərbaycan folklor düşüncəsində mifik duyum özünü bütün janrlarda göstərir. Bu ilk baxışda qəribə səslənər. Bütün hamısının qaynağında təbiət əsaslı rol oynayır. Təbiətlə əcdad insan, əcdad türk birdir. Ona görə ki, ictimai düşüncədə bu gün özünü aydın şəkildə göstərən, bizim sivilizasiyanın ən çağdaş biçimində, öz ifadəsində rast gəldiyimiz bir çox duyumlar, onun ilahi məqamları ta qədimlərdə özünü açıq şəkildə ifadə edib. Ancaq bu indiki qədər şübhəsiz ki, elmi deyildi, heç elmi də səslənmirdi. O, bəlkə də çox bəsit səslənirdi. Bugünkü oxucu onu çox bəsit şəkildə anlayır. Şübhəsiz ki, bu yalnız ağlın, idrakın ən yüksək duyumunda özünü göstərə bilir ki, əcdad necə ilahi bir instinktə malik olub. Bu əslində instinktdən də artıq bir məsələ idi. Konkret olaraq təbiəti anlamaq, təbiəti dərk etmək, təbiətlə bir olmaq, təbiətin, dünyanın yaranmasında, həyatın yaranmasında əcdadın özünün iştirakını görmək, bilmək. Türk mifoloji mətnlərində konkret olaraq Oğuz Kağanda bu özünü aydınca göstərir. Azərbaycan türk mifoloji düşüncəsində, ümumiyyətlə Azərbaycan folklorunda həyata, təbiətə yaradıcı münasibətin izlərini biz bütün folklor mətnlərində mahiyyətcə görə bilirik. Və bunun da özülündə, bunun da kökündə hər şeyə ümidli, yaradıcı münasibət dayanır.
Çox zaman ilkin mifoloji duyumlarda bəşəri təmayül axtarırlar. Mən bütün məsuliyyətimlə o qənaətdəyəm ki, Azərbaycan Türk düşüncəsində, ümumiyyətlə Azərbaycan folklorunda, ümumən Türk folklorunda bizim rast gəldiyimiz bir çox ideyalar var ki, o mahiyyətində bəşərliyi tamamilə təsdiq edir. Konkret olaraq tanrıçılıq düşüncəsi bizim insançılığımızın ən yüksək təsdiqidir. Amma bugün şübhəsiz ki, bu kimi duyğular çox zaman elmi səslənmir. Həmin o mahiyyətin ifadəsini biz ömrümüzdə görə bilmirik. Ona görə ki, sonraki dönəmlərdə bizim əzəldən gələn həmin duyğularımıza başqa ünsürlər də qarışmağa başladı. Ancaq bütövlükdə bizim folklorumuzun mahiyyətində tanrıçılıqdan gələn duyğular, sonradan mən sayıram ki, zərdüştlükdən də gələn xeyir-şər ideyasına ilahi ölçüdə yanaşma, yəni insani ədalət ölçüsündə yanaşma, habelə sonradan bunun təsirlərinin Azərbaycan ruhunda, mədəniyyətində, bütövlükdə incəsənətində ifadəsi, bütün bunlar onu göstərir ki, fitrətən, təbiətdən gələn insan-təbiət birliyinin ifadəsi, mifoloji duyum bizim bütövlükdə mədəniyyətimizdə bundan sonraki sivilizasiyalar əgər təsəvvür olunarsa, onların mahiyyətində durmağa tamamilə özündə haqq tapır. Xeyir-şər ideyasına yanaşma indiki səviyyədə daha yaradıcı şəkildə anlaşıla bilər. Xeyir ideyasına yanaşma ona görə bənzərsizdir ki, ta qədimdən belə bir məntiq var folklor düşüncəsində. Şər nə qədər güclü olsa da xeyri yenə bilməz. Çünki xeyrin təməli güclüdür. Bütün bunları şübhəsiz ki, biz dastan düşüncəmizdə, nağıllarımızda, musiqilərimizdə, inanclarımızda, bütün folklor janrlarında görə bilirik. Habelə bütövlükdə Azərbaycan milli dəyərlərinin mahiyyətində biz mifoloji duyumu bütün məqamlarını görə bilirik. Mifoloji duyum ona görə yaşarıdır ki, o birbaşa xalqın ruhu ilə bağlıdır. Bunu ilk dəfə kim ifadə edib, biz bilmirik. Bunu ilk dəfə kim sistemləşdirib, biz bunu bilmirik. Ancaq bu duyum niyə belə yaşarıdır? Ona görə ki, xalq ruhunun mahiyyətini ifadə edir. Türk özünü təbiətdə tapdı, təbiətdə var oldu. Fitrətən duydu ki, təbiətin yaradılmasında onun da rolu var. Yəni bu ona belə çatdı ki, ruhən əslində o təbiətin yaradılmasını iştirak edir. Ancaq bu şübhəsiz ki, elmi cəhətdən sübut olunmasa da, ancaq fitrətdə, ruhda özünü təsdiq eləməkdədir. Çünki xəlqilik ilk növbədə bəşərliyin təsdiqidir. Türk ruhu, əcdad düşüncəsi özünün dünya yaradılışında iştirakına inanıbsa, bu o deməkdir ki, o əslində ağlında, düşüncəsində dünyanı yenidən yaradıb, onu yenidən mənalandırıb, mif mətnləri belə yaranıb. Ancaq bugün nədən dünyada bu kimi mistik şeylərə inam azalmaqdadır? Ona görə ki, yeni yaranan sivilizasiyalarda idrakilik yüksək olduğu dərəcədə, fəlsəfilik yüksək olduğu dərəcədə, ancaq insanın özünə inamı zəiflədiyinə görə, insanlararası ilişkilər zəiflədiyinə görə, insanın daxilən, ruhən özünü aşkarlaması yönü azaldığına görə, mistik olanlara, sehirli olanlara təəssüf ki, inam azalmaqdadır. Ancaq mən düşünürəm ki, bütün bu yüksək inkişaf yönünə baxmayaraq, dünyada süni intellektin hətta meydan sulamasına baxmayaraq, insanların biri-birinə həmin o qədimlərdəki folklor düşüncəsini yaşayan, sehirli, sirli münasibəti yaranmalıdır. İnsan özünün nağıllı dünyasından ayrılmamalıdır. İnsan özünün mif duyumundan ayrılmamalıdır. O yenə də müqəddəsləşdirməyə meyilli olmalıdır. Onun bədii düşüncəsi xəyallanmalıdır. O zaman bizim dünyaya inanmamız daha da güclü olacaq. Mən sayıram ki, Azərbaycan folklorunun
bizdə qədimlik üstə bu düşüncəni yaratmaq qüdrəti var və o bu gün elmi araşdırmaların fonunda daha aydın şəkildə bu istiqamətlərini müəyyənləşdirməkdədir. Dünyada nə qədər qlobal inkişaf yönləri, tendensiyaları baş verir versin, folklor düşüncəsində həmin bu dediyimiz mifik duyum, mifoloji düşüncə yönü ardıcıl şəkildə bizim aqibətimizdə yaşamaqdadır. Bu sayıram ki, hər bir düşünən insan üçün geniş, yaradıcı, xəlqi, habelə bəşəri imkanlar yarada bilər.